Təhlükəsizlik konfransında ki, deyək ki, cənab prezidentlə Paşinyan arasındakı o dialoqda biz görürük ki, Paşinyan qətiyyən yaxın düşmək istəmirdi. Baxın, o dövr 2019 idi. Sonra 2020-ci il hadisələr başlayır. Ondan sonraki proseslər sonuncu mərhələsi artıq tərəflər müəyyən razılaşmaları həyata keçirdiblər və nəzərə almaq lazımdır ki, son dövrlər hətta Ermənistan, Azərbaycan üzərindən enerji resurslarının daşınması, ki, ticarət həyata keçir, taxılın daşınması və s. Eyni zamanda artıq hava nəqliyyatı ilə bağlı bəzi irəliləyişlərin olması və s. Yəni ki, Ermənistan üzərindən uçuşların həyata keçirilməsi, Azərbaycan üzərindən Ermənistanın uçuşlarının keçirilməsi və s. Bunlar artıq belə deyək, proseslərin yumuşalmasını göstərir. Yəni artıq bir deyək ki, istiqamətə düşmüşük. Bunu təbii ki, cənab prezident oradakı çıxışında da bildirdi, Davosdakı çıxışında da bildirdi ki, bəli, bizim aramızda artıq münasibətlər sistemi yeni mərhələyə keçib. İndi biz Davos forumunun ən önəmli tərəfinə baxanda biz nəyə görə bilirik? Bu iqtisadi bir forumdur. Təbii ki, dünya liderlərlə bərabər həm dünyanın aparıcı transmilli şirkətləri, böyük korporasiyaların rəhbərləri, icraçı direktorları orada iştirak edirlər və elə cənab prezidentin orada keçirdiyi təqribən 19 görüşün bir neçəsi orada dövlət başçılarından, hökumət başçılarından isə digər qismi isə o şirkətlərin, böyük korporasiyaların, maliyyə institutlarının direktorları ilə idi. O deməkdir ki, deməli artıq Davos İqtisadi Forumu Azərbaycan üçün əhəmiyyəti daha da artır. Həm də o görüşdə iştirak edən tərəflər üçün də Azərbaycanın əhəmiyyəti artmaqdadır.